Müsabiqə tipli belə bir maraqlı suala baxaq. N kvadrat bərabər n üstəgəl 1 olarsa, n üstü 5 aşağıdakılardan hansına bərabər ola bilər? Çox şagirdin etdiyi səhvlərdən biri odur ki, onlar kök tapmağa çalışırlar. N üstəgəl 1 digər tərəfə atırlar. N kvadrat çıxılsın n çıxılsın 1 bərabər 0. Buradan diskriminant tapıb tənliyi həll edirlər. Amma bu çox uzun yoldur. Bizə daha qısa bir yol lazımdır. Bunun üçün gəlin belə bir şey deyək. Bizdən istənilən ifadə n üstü 5 deyilmi? N üstü 5-in əvəzinə biz n kvadrat vurulsun n kvadrat vurulsun n yaza bilərikmi? Bəli. N kvadratın n üstəgəl 1 olduğunu bilirik. N kvadratın əvəzinə n üstəgəl 1 yazaq. N üstəgəl 1 vurulsun n üstəgəl 1 vurulsun n. İndi n üstəgəl 1-ləri bir-birinə vuraq. Alarıq n kvadrat üstəgəlsin 2n üstəgəlsin 1 vurulsun n bərabərdir. Yenə də n kvadratı burada görürük. N kvadratın əvəzinə n üstəgəl 1 yazaq. Yəni n üstəgəl 1 üstəgəl 2n üstəgəl 1 vurulsun n bərabərdir. Alınacaq 3n üstəgəlsin 2 vurulsun n. Bu da bərabərdir. Bunları ayrıca vuraq. 3n kvadrat üstəgəlsin 2n. Bu da bərabərdir. Yenə n kvadratın əvəzinə n üstəgəl 1 yazırıq. Yəni 3 vurulsun n üstəgəl 1 üstəgəlsin 2n. Bu da 3n üstəgəl 3 üstəgəl 2n-dir. Yəni 5n üstəgəl 3-dür. Variantlarda 5n üstəgəl 3 axtarırıq. O zaman doğru cavabımız D variantıdır.